gündəlik müntəzəm olaraq getdiyimiz təhsil formasıdır. Bəli. Sonda nə baş verir bunun sonunda? Sonda dövlət sənədinin verilməsi ilə başa çatır. Formalda müntəzəm getmirik. Bu elə bir ki, formaldan bir il artıq olur. Bəli. Daha sonra ümumiyyətlə mənə deyin görüm, hansındaydı deyirik ki, özünü təhsil yolu ilə biliklərə yiyələnmək? İnformaldır bu. Hansında deyirdik ki, müxtəlif kurslarda, dərnəklərdə, fərdi məşğələlərdə. Qeyri-formaldır. Bu qeyri-formala əsaslanmış olur. Təhsilin formalarını dedik. Təhsil alma formalarımız hansılardır? Təhsil alma da əyani, qiyabi, sərbəst, ekstrant, evdə təhsil, sərbəst təhsil bu kimi. Baxımında bunlardan mənə deyin görüm. Hansı idi ki, sərbəst təhsil idi ki? Necə deyildik bunu? Sərbəst təhsil özü imtahan verib keçirsə, 3-cü sinifdən 5-ci sinifə, 9-cu sinifdən 11-ci sinifə, bir də özü elə bir dövlət sənədi verilmir də burada. Yəni, məsəl üçün olur da, hər hansı bir səbəbdən təhsildən kənarda qalır, müəyyən müddət keçsə də, gəlib, məsəl üçün, ekstra imtahan deyirlər. Həmin o ekstra imtahan sərbəst imtahan deməkdir. Yəni, girir ora, sonda, məsəl üçün, dövlət tərəfindən sənəd verilir, çıxır, gedir. Bir tərəfi də belə idi ki, səviyyəni vaxtından əvvəl bitirmək. Daha sonra, hansı təhsil idi ki, deyirəm ki, sağlamlıq vəziyyətinə görə şagirdlər... Stasionar təhsildir, bu da 21 gün ərzində, 21 gündən artıq xəstəxana şəraitində olarsa, bir müəllim ona dərs keçir də. Bəs hansı idi ki, deyirik, sağlamlıq vəziyyətinə görə təhsil müəssisəsində təhsil ala bilmirlər, müəllimlər gedir, onların evlərində dərs keçir? Bu da evdə təhsildir. Təhsil idi. Fərdi təhsil nə idi bəs? Fərdi təhsildə burada elə bil ki, fərdi şəkildə daha bunun bacarığı yüksək olarsa, ona fərdi təhsil keçirmək olar. Bəli, hər hansı bir məsəl üçün, deyək ki, riyazi bacarığı yüksəkdir, digər şagirdlər bununla ayaqlaşa bilmir. Bəli, həmin o şagirdə, məsəl üçün, riyaziyyat müəllimi ayrıca tədris olunur. Və bir də bir hissəsi belədir ki, 2 hissədən ibarətdir də, bu da sanki 2. Bir hissədə də belədir ki, necə idi, özünüz deyin görün. Elə bil ki, sərbəst bu, yəni ikisində də qarşılaşdıracaq məqamlar var da. Bax, sərbəst təhsildə dedim ki, imtahansı özünə yadda saxlayır. Burada da belədir ki, uzun müddət, burada da bax, sərbəst təhsildə olduğu kimi, təhsildən kənarda qalır, gəlir təhsilini davam edir. Fərdi şəkildə gəlir, gedir məktəbə müntəzəm olaraq təhsil alır. Bu olur fərdi təhsil. Bir də fərdi təhsilin bir tərəfi də belə idi ki, dedik ki, hər hansı bir fitri istedadı var. Bəli, istedadı ilə digər şagirdlərdən fərqlənmiş olur. Daha sonra distant təhsil nə idi bəs? Distantdan məsafədən təhsildir. Burada əsasən texnologiyalardan, kompüterlərdən daha çox istifadə olunur. Mükafatlandırmaq, tərtib olunmaq kimə aid idi? Təhsil verənlərə. Bəli, təhsil verənin nə idi mükafatlanıb tərtib olunmaq? Hüququdur. Hüququdur. Deyirəm ki, təhsil proqramını mənimsətmək. Bu da təhsil verən vəzifəsidir. Atestasiyadan, attestasiyadan keçmək. Bu da təhsil verən vəzifəsidir. Məsələn, deyirəm ki, övladı üçün ümumi orta icbari təhsil almasını təmin etmək. Təmin etmək hüququdur. Övladı üçün özü seçir vəzifəsidir. Bəli, burada vəzifədir. Niyə? Çünki bizim icbari təhsil alınmasını şagird üçün, öz evladımız üçün yaratmama şansımız yoxdur. Çünki dövlət tərəfindən də əgər belə bir hal baş verərsə, məsuliyyət daşıyır həmin valideyn. Fasiləsiz şəkildə təhsil almaq? Fasiləsiz, bu da təhsil alanın vəzifəsidir. Fasiləsiz təhsil almaq. Bax, şagirdə deyə bilərik ki, təhsil alma məktəbdə. Bu məktəbdə təhsil alma. Fasiləsiz təhsil almaq. Şagirdin hüququ olacaq, vəzifəsi. Hüquq. Bəli, hüququ hesab olunur. Sağlam həyat tərzi keçirmək. Bu da hüququdur.
Bax, sağlam həyat tərzi keçirmək. Yəni, şagirdin nəyidir burada sağlam həyat tərzi? Məsəl üçün, özünə ziyan verəcək hər hansı bir, nə bilim, spirtli içkilər olsun, hər hansısa bir, yəni, Onda vəzifə gedir. Onlar qarşısında mən çox 18 yaş olana qədər, görürsünüz ki, 18 yaş olana qədər şagirdlərdə, məsəl üçün, əgər polislər falan görürsə də ki, məsələn də şagirddir, uşaqdır, nə bilim, yolda siqaret çəkir, onları götürüb aparırlar polis idarəsinə. Niyə? Bax, buna görə özünə ziyan verməməlidir. Yəni, sağlam həyat tərzi keçirmək onların nəyi olacaq? Vəzifəsi. Daha sonra, evladını vətənpərvərlikdə böyütmək valideynin vəzifəsidir. Deyirəm, cəmiyyətin, dövlətin, özünün qarşısında məsuliyyətini dərk etmək. Məsuliyyətini dərk edir ki, bu da vəzifədir. Bəli, əlbəttə ki, bu da təhsil alanın vəzifəsi hesab olunur. Belə, təhsil qanunlarında bunları vermişdim məncə. Müəllimin deyilin, belə. İndi bir neçə hissəsi qalır, bunu da əlavələrə salarıq keçərik. Belə, çox sağ olun, nəzakət müəllimə. Biz də sağ olun. Keçək digər müəllimizə, Yalmən müəllimə buradasınız? Bəli, müəllimə buradayım. Axşamınız xeyir olsun. Axşamınız xeyir. Qoşular da nə deyim valla, çünki mən qrupa yazmışdım ki, sertifikasiya müəllimləri qoşulsun. Bunları yəni ancaq sizlərə düşəcək. Siz mənə deyin görüm, təhsilin formaları hansıları idi? Formal, qeyri-formal, informal. Bax, bunların hansında deyirdi ki, sonda təhsil haqqında dövlət tərəfindən təsdiq edilən sənəd verilir? Formalda. Hansında deyirdi, özünü təhsil yolu ilə biliklərə yiyələnmək? İnformal. İnformal. Bəs qeyri-formal nədir özünüz deyin? Bu da kurslarda, dərnəklərdə yəni olur və sonda dövlət sənədi verilmir. Bəli. Daha sonra hansı təhsil alma formasıdır ki, deyirik ki, burada səviyyəni vaxtından əvvəl bitirmək, bir də imtahan sözünə yadda saxlayarsınız demişdim ki, məsəl üçün, hər hansı bir deyək ki, təhsildən kənar qalan şəxs gəlir, imtahan verir, dövlət tərəfindən təsdiq edən sənədə alır, gedir. Bəli, sərbəst təhsil. Bəs evdə təhsil nə idi? Evdə təhsildə hər hansı yəni müəyyən səbəblərdən gedə bilmir, yəni fərdi olaraq, yəni evdə müəllim gəlir, evdə keçir dərs. Çünki burada sağlamlıq imkanları məhdud olur. Şagird məktəbdə gelib digər şagirdlərlə bir yerdə təhsil ala bilmir. Həmin şagirdə müəllimlər gəlib evdə dərs keçmiş olur. Daha sonra, hansı təhsil alma formasıdır ki, burada deyirəm ki, 21 gündən artıq xəstəxana şəraitdə qaldığı zaman xəstəxanaya yaxın olan hər hansı bir məktəbdən müəllim ezam olunur. Həmin müəllim gedir təhsil proqramını xəstəxanada öyrədir şagirdə. Sərbəst idi mənə bu? Bu sərbəst yox. 21 gündən artıq. Bəli, stasionar, bəli. Stasionar. Bilik bacarığa yiyələnmək şagirdin nə edir? Bilik bacarığa yiyələnmək vəzifəsi. Əlac. Sağlam həyat tərzi keçirmək. Vəzifə. Kimin vəzifəsi olacaq? Təhsil alanı. Nizamnamənin tələblərinə riayət etmək. Bu da vəzifəsidir, təhsil alanı. Həm təhsil alanın, həm müəllimin vəzifəsi hesab olunur. Hətta valideynin belə. Yəni, nizamnamənin tələblərinə riayət etmək. Bu, əgər desəm ki, yəni burada pedaqoji sözü olsa, məsələn, pedaqoji əxlaqi dəyərlərə riayət etmək, artıq burada olacaq, müəllimə aid olacaq. Lakin deyirəm, nizamnamənin tələblərinə riayət etmək, burada hər üçünə aid. Ödənişsiz psixoloji yardım almaq dedim deyəsən? Bəli, bu da təhsil alanın hüququdur. Hüququdur, əlac. Daha sonra hansı idi ki, burada deyirdi ki, ixtisasını artırmaq, innovasiyalardan keçmək, yəni yeniliklərdən. Hüququ təhsil alanın. Bax, ixtisasını artırmaq. İxtisasını artırmaq, təhsil verənin hüququdur. Bax, ixtisasını artırmaq, innovasiyalardan keçmək. Bax, öz ixtisasının üzərində işləyir. Bu nə olacaq? İxtisasın üzərində öncə təhsil verəndir. Müəllimdir, düz deyirsiniz. Hüquqlu vəzifədir.
Bax, dəyişmək demirəm. Hüquq olur, ha. Bax, yanına mənə dəyişmək demirəm. Deyirəm ki, ixtisasının üzərində, məsələn, ixtisasını artırmaq, yəni ixtisasının üzərində işləyir də, bilik, bacarıq əldə etmək. Aha. Bir də var ki, innovasiyalardan keçmək. Məsələn, hər hansı bir, deyək ki, təlimlərə cəlb oluna bilərlər, nə bilim, hər hansı bir ixtisasına aid görər ki, təlim var, ona qatıla bilər. Yəni, innovativ layihələrdə yeniliklər əldə edə bilər ixtisası ilə əlaqədar. Bu, onun vəzifəsidir. Lakin deyirəm, ixtisasını dəyişmək, staj keçmək. Staj keçmək artıq hüququ. Bax, deyək ki, bu gün müəllim işləyirsiniz. Sabahlarım sertifikasiyadan yaxşı bal yığacaqsınız. Məsələn, direktorlara məktəblərdə yaxşı bal yığan müəllimlərin, məsələn, kənd məktəblərində işləyirsinizsə, direktor vəzifəsi belə verə biləcəklər. İşləyə bilər. Yəni, bu sizin ixtisasınız üzərində, yəni, necə deyim, staj dəyişdirsiniz. Staj dəyişirsiniz də. Məsəl üçün, bu gün müəllim işləyirsiniz, 5 il sonra gedirsiniz, məsəl üçün, direktor işləyirsiniz. Nə bilim, adam var ki, müəllimliyi başına atır, gedir, həkim olur. Deyir, müəllim o istəmirəm, həkim olacaq. Yəni, belə, bu olur hüququmuzdur. Yəni, mənim hüququm satır ki, bu günləri gedib həkimlik ixtisasının üzərində oturum, çalışım, həkim olum. Nə bilim, müəllim, məsəl üçün, hər hansı bir digər ixtisasa yiyələnim. Yəni, bu hüquqdur. Daha sonra, əməkdaşlıq valideyndə nə zaman hüquq, nə zaman vəzifə olur, səsdə demişəm. Nə zaman Bax, məktəblə bağlı nəsə bir çatışmazlıq olur və onu istəsə, yəni edə bilər, istəsə etməyə də bilər. Bu onun hüququdur, vəzifəsi deyil. Aha. Bəli, bax, əgərlərim müəssisənin özü ilə əməkdaşlıq edirsə, bu hüquq, məsəl üçün, direktorla, müəllimlə, ondan əlavə olaraq, nə bilim, digər valideynlərlə əməkdaşlıq edirsə, artıq bu vəzifə hesab olunacaq. Biz sizinlə, deməli, multitexnika bazasını keçdiyimiz zaman görəcəksiniz. Yəni, məktəblə, deməli, əməkdaşlıq belə nəzərdə tutulur. Məsəl üçün, məktəbdə hansı bir vəsait mi deyim, nə bilim, elektron lövhədə xarab olur, bəzən valideynlərə müraciət edirlər, köməkləşək, bunu düzəldək. Yəni, burada sizin hüququnuz çatır ki, deyəsiniz ki, mən etmirəm. Məsələ. Bəli. Daha sonra nə qaldı soruşmadığım? Deməli, belə deyək, övladı üçün təlim-tərbiyə müəssisəsi seçmək Valideynin hüququdur. Bəli, valideynin hüququdur. Övladını Azərbaycançılıq ruhunda yetişdirmək valideynin vəzifəsidir. Bəli, bu vəzifə hesab olunacaq. Belə, çox sağ olun, Yana müəllimə. Siz də sağ olun, müəllimə. Daha sonra keçək digər müəlliməmizə. Ayda müəllimə, hazırsınız? Sağ olun, mən əslində siz elə bilmişəm bazar günü deyirsiniz. Belə təhsil pillələri, səviyyələri, onları bilirəm. Müəllimin də çoxdan baxmışdım PDF-lərə, daha belə səslərə falan. Siz səslə qulaq asmamışam, amma bir müəllimlərə sual verəndə gördüm ki, bəzilərini bilirəm. Yenə sual cavab edeyim mən inşallah ki, yaxşı olar. Yazmışdım, səsdə demişdim, yəqin fikir verməmişsiniz. Mən bir-iki gündür evdə yoxam, yəni telefona da baxa bilmirdim. Sonra baxmışam, ki, bayaq səs atmışsınız ki, bugün başlayırıq. Onda o bir səsi diqqət eləməmişəm də, yəni mən diqqətsizliyim oldu. Bildim, narahat olmuyor. Sual cavab edərik, video rəqarı da atacağım qrupunuza. Deməli, mənə deyin görüm, Ayda müəllimə, təhsilin formaları hansılar idi? Formal, qeyri-formal, informal. Bunun baxansında deyildi ki, müxtəlif kurslarda, dərnəklərdə, fərdi şəkildə alınan hər hansında deyildi ki, özlü təhsil yolu ilə biliklərə yiyələnməkdir? İnformal. Hansında deyildi ki, deməli, özünüz deyin, bax, bir şey görüm, formal təhsil nə? Formal təhsil deyil burada, sonlu dövlət sənədinin verilməsi ilə başa çatan təhsil formasıdır. Burada yəni ki, məktəblərdə, verədiyimdə, universitetlərdə alınan sonda sənət verilir. Daha sonra, təhsil alma formalarınız hansıdır? Əyani, qiyabi, distans, stasionar, eksternat,
fərdi təhsil, evdə təhsil. Bəli. Bax, bunlardan hansında deyildi ki, sağlamlıq vəziyyətinə görə şagird deyək ki, məktəbə gedə bilmir və buna görə də həmin şagirdə evdə təhsil verilir, pedaqoji tərəfindən təyin olunur. Evdə təhsil deyil, evdə təhsildir o. Məlumatınız təhsil alma formasıdır ki, deyirəm, müxtəlif səbəblərdən şagird, məsələn, uzun müddət, deyək ki, hər hansı bir insandır, uzun müddət təhsildən kənar qalır, gəlir, məsələn, gedir fərdi şəkildə təhsil alır, bir hissəsi də belədir ki, hər hansısa bir milli bacarıq cəhətdən digər şagirdlərdən fərqlənir. O sərbəst təhsil edir, müəllimə. Sərbəst yoxsa? Sərbəst yoxsa? Sərbəst etişdirmək döyüldü, müəllimə. Sərbəstdə deyildir. Fərdi şəkildədirsə, hansı olacaq? O, gəlib məktəbdə keçirilirsə, fərdi təhsildir o. Yəni, ki, şagird sağlamlıq cəhətdən də uşaqlardan geri qalırsa və yaxud da, bəli, elə başa düşdüm ki, siz belə deyim də, o deyirlər ki, şagirdin hansısa bir şey yaxşı bilir, hansısa ixtisası deyil bitirə bilir sərbəstdə, elə başa düşdüm. Bax, fərdi təhsildə belədir ki, şagird uzun müddət təhsildən kənarda qalır, gəlir, məsələn, bir neçə ildən sonra, gəlir fərdi şəkildə gedir, təhsil alır. Məsələn, bütün fənlər ona fərdi şəkildə tədris olunur. Bu da bilirsiniz, əsasən təhsil alma formalarından bilirsiniz də, əsasən əyalini təhsildən söhbət gedir. Lakin, deməli, icra hakimiyyətləri tərəfindən, yəni, məsələn, hansı bir regionun icra hakimiyyəti tərəfindən qərar verilir, bundan sonra bu təhsil alma formaları. Sərbəst təhsildə burada deyir ki, şagird, məsələn, iri tez bitirə bilər. Orada da deyir ki, şagird əgər dərsdən kənarda qalırsa, ona şəhadətnamə ala bilməyirsə, onda da onu tez verirlər. Belə başa düşür. Aha. Sərbəst təhsil də belədir ki, imtahan sözü ilə dediyi yadda saxlayın. Hər hansısa bir şagird, məsəl üçün, müəyyən səbəb yaranır, təhsil ala bilmir, uzun müddət arasını keçsə də aradan məsafə, gəlir, məsələn, müraciət edir, sərbəst təhsil adı ona görə deyilir ki, sənədini alır, çıxıb gedir. Daha sonra bir hissəsi də belədir ki, məsəl üçün, bilik bacarıq cəhətdən daha yüksək biliyə bacarığa sahib olur, ona görə də ona, məsəl üçün, deyək ki, 3-cü sinifdə oxuyur, artıq o 4-cü sinifə oxumur. Keçir bir pillə yuxarıya, artıq 5-ci sinif səviyyəsinə keçmiş olur. Daha sonra mükafatlandırmaq, tərtib olunmaq kimə aid idi? Mükafatlandırmaq müəllimin hüququdur, müəllimi. Müəllimin nəyə olacaq? Mükafatlandırmaq, tərtib olunmaq hüquq olar da. Hüququ hesab olunur. Baxın, hal-hazırda müəllimlərin sertifikasiyalaşma prosesi gedir. Məsəl üçün, hər bir müəllimin məsələn hüququdur ki, sertifikasiyadan keçəndə 10%-a düşsün, axşamınız xeyir olsun Şahnaz müəllim. Və yaxud da ki, 51 plus yığan, 50 plus yığan müəllimlərsə, məsələn 35%-dan yararlanmış olsun. Daha sonra, siz mənə deyin görün, şagird, məsəl üçün, sağlam həyat tərzi keçirmək şagirdin nəyi hesab olunacaq? Vəzifəsidir, vəzifə. Bəli, vəzifəsi hesab olunur. İxtisasını artırmaq, innovasiyalardan keçmək müəllimin nəyidir? Müəllimin vəzifəsidir, ixtisasını artırmaq. Bəs desəm, ixtisasını dəyişmək, yeni staj keçmək. Hüququdur müəllimə. O şərti, yəni orada. Tərəf və liyaqət nə zaman hüquq, nə zaman vəzifə hesab olunur deyildik? Onu bayaq da müəllimə sual vermişdik. Bax, şərəf və liyaqət o zaman hüquq olur ki, məsələn, mən tələb edirəm ki, məsələn, mənim şərəf və liyaqətimə heç kəs toxuna bilməz. Bu, hüquqdur. Lakin yanaşıramsa, qarşı tərəfin şərəf və liyaqətinə hörmətlə yanaşıramsa, artıq bu zaman vəzifəmdir. Yəni, mən digər şəxsə yanaşıramsa, bu vəzifədir, lakin tələb edirəmsə özümə görə ki, məsələn, heç kəs, məsələn, mənim deyək ki, şərəf və liyaqətimə toxuna bilməz. Bəli, burada artıq hüquqa keçmiş olur. Daha sonra... Bu müəllimə təhsil verənlərin hüquq,
vəzifəsidir, yoxsa hamısına aiddir? Yox, hamısına aiddir. Təhsil hamısına aiddir. Nizamnamənin tələblərinə riayət etmək, Nizamnamənin tərəflərinə riayət etmək valideynin vəzifəsidir. ümumiyyətlə hər üçündə vəzifədir. Ödənişsiz psixoloji yardım almaq, Psixoloji yardım almaq şagirdin də belə deyim, haqqı, hüququdur. şagirdin hüququdur. Daha sonra dedik ki, bilik bacarığa yiyələnmək, Şagirdin hüququdur. elə bir hüququ ümumiyyətlə çatır, deyək ki, mən dərs oxumayacağam bugün heç nəyə. O bir yiyələnməli vəzifəsidir. O vəzifəsi hesab olur. Deməli, Şahnaz müəllim, bu mövzu sizə düşməyəcək. Yəni, MİQ müəllimlərimə bu mövzu düşməyəcək. Əgər kimsə, məsəl üçün, həm sertifikasiya MİQ-ə girəcəklərsə, o heç onlar oxumalıdırlar. Lakin Şahnaz müəllim, siz bilirəm MİQ-ə gedəcəksiniz, sizə aid deyil bu mövzu. Daha sonra nə qaldı, bir dənə də sual verim. Əməkdaşlığı da deyək, daha sonra keçək digər müəllimimizə. Əməkdaşlıq etmək valideynin hüququdur, müəllimə. Əməkdaşlıq bəli, nə zaman valideyndə, hüquq nə zaman vəzifə hesab olunur? Bayaq siz dediniz müəllimə, elə başa düşdüm ki, yəni belə deyim də, məktəblə əməkdaşlıq edirsə, haqqı, hüququdur da, istəyər edər, məsələn, hansı məsələn, bir şey qırılıbdır, ona istəyərsə köməkli edə bilər. Bəli. Valideyn müəllimlə vəzifəsidir ki, Müəllimlə, nə bilim, hər hansı bir rəhbərliklə əməkdaşlıq edirsə, bu vəzifə hesab olunur. Çox sağ olun, Aidə müəllimə. siz də sağ Cübra olun. müəllimə, buyurun. Bəli, müəllimə. Axşamınız xeyir olsun. Siz mənə deyin, görün, təhsilat formaları hansılar idi? Formal, qeyri-formal, informal. Bunların arasında deyildi ki, sonda dövlət sənədinin verilməsi ilə başa çatır. Bu formaldır. Hansında deyildi ki, müəyyən kurslarda, dərnəklərdə dövlət təsdiq edir. Qeyri-formal. Bəs informal nə idi? Informalda müəllimə, informal nə idi? Özü təhsillə, biliklərə yiyələnmək. Yəni, özünün, məsəl üçün, müəllim var, nə bilim, şagird var ki, oturub hazırlaşır, universitet daxil olur, deyirsən, necə hazırlaşmışsın? Deyir, bəli, özüm oturdum, başladım, getdim, verdim. Yəni, bu olur informal təhsil, deməli, forması. Təhsil alma formaları hansılar idi? Yəni, qiyabi, sərbəst, eksternat, yəni bir də distant məsafədə. Daha sonra, bax, bunların içərisində hansıydı ki, deyirik ki, məsələn, seviyəni vaxtından əvvəl bitirmək və gəlir, məsələn, imtahan verir, müəyyən müddət zaman təhsildən kənar qalır, gəlir, imtahan verir, sənədini alır, gedir. Müəllimə, bu sərbəst. Bəs bu hansı təhsil alma formasıdır ki, deyirəm ki, 21 gündən artıq xəstəxana şəraitində qaldığı üçün həmin şagird Bu stasionardır. stasionar. Bəs fərdi təhsil nə idi, İsmə müəllimə? Fərdi təhsil elə bir ki, məsələn, harasa gedib, gəlir, o təhsilini davam edir. Bəli, məsələn, hansı bir şəxs yenə də təhsildən kənar qalır, gəlir fərdi şəkildə gedir, təhsil alır. Digər hissə necə idi? Burada da iki yanaşma var. İki yanaşma hansı idi, müəllimə? Biri o evdə təhsil. Yox, biri də ki, məsəl üçün, bilik bacarığı cəhətdən, məsələn, deyək ki, hansısa bir... Müəllimə, elə bir ki, məsələn, elə uşaqlara bir ad da var, müəllimə, nə adı istəyir? Fitris. Fitri istedadlı uşaqlardır. Yəni ki, məsələn, 2-ci sinif 2-də oxuyur, amma bunun beyni 3-cü sinifin dərsliklərini həll edir, başa düşür, qavrayır. Ona görə də heç onun 2-ci sinif oxumağını deyirlər ki, yəni oxumasın, 3-cü sinif olsun. Olur, bəzən olur, bəli, bu olur, sərbəst təhsildə olur. Lakin bir də var ki, bax, fərdi təhsil belədir ki, şagirdin, məsələn, hər hansı bir fənlə əlaqədar olaraq onun biliyi bacarığı yüksəkdir. Məsələn, riyazi bacarığı... Ona xüsusi müəllim məşğul olur da. Məsələn, həmin şagirdə
Bəli, bir fənn üzərindən həmin müəllim onu, məsələn, hər hansı birsə müəllim kimsə dərs deyir, o həmin fənni ona ayrıca tədris etmiş olur. Keçək hüquq və vəzifələrə. Sağlam həyat dərsi keçirmək kimə aid edilir? Şagirdlərə aiddir və onun vəzifəsidir. Yaxşı Ülkərməmə, deyəsən ürəkləşdiniz. Deməli, nizamnamənin tələblərinə riayət etmək? Riayət etmək hüquqdur. Onda Şahnazla Ülkərə də, Ülkərnazla yox. Ülkər zəhmət olmasa, bir dəqiqə gözcün Esmirə müəllimə. Müəllimdən də xəbər eləcəklər, onlar da gəlsin, onlar da sual cavab eləyim. Könülə. Deməli, Esmirə müəllimə, sən sizlə davam edək. Dedik, ödənişsiz şəkildə psixoloji yardım almaq üzrlü hesab edin. Bəli, məmək olmaz. Ödənişsiz şəkildə psixoloji yardım almaq kimə aid ediləcək? Şagirdlərə aid ediləcək və hüquq. Şagirdin hüququdur. Daha sonra, hansındaydı ki, deyirik ki, əməkdaşlıq nə zaman valideyndə hüquq olur, nə zaman vəzifə olur? Müəllimə, demək məktəbdə ümumi nə isə bir qərar verilirsə də, nətər deyim, yəni valideynin vəzifəsidir də, onlarla tanış olmalıdır, bilməlidir. Bir də, yəni hüquq yox, məncə hüququ deyim müəllimə. Bax, deyək ki, valideyndir, zəng vurursunuz valideynə, deyirsiniz ki, ay valideyn, bu proyektor xarab olub, nə olar, gəlin biraz siz də kömək eləyin, mən də köməkləşin, bu proyektoru düzəldim. Onun hüququ da müəllimə, istəyər eləyər, istəyər eləyər. Əməkdaşlıq budur. Hüquq, hər hansısa bir, məsəl üçün, yardım edirsə maddi texniki bazaya, bu zaman onun hüququdur, istəyir, etməyir. Amma, müəllimə, məsələn, şagird evladınla tez-tez onun maraqlanmağı onun vəzifəsidir. Dərsin gedişatından, uşağın oxumağından, yəni maraqlanmalıdır da valideyn. Bəli, məsəl üçün, əməkdaşlıq edir, bəli, maraqlanır, öz evladı haqqında məlumat əldə edir. Burada valideynin hüququ olur, valideyn öz evladı haqqında məlumat əldə etməsi. Müəllimin isə vəzifəsidir ki, ona məlumat versin. Yəni, məsəl üçün, əməkdaşlıq edir, ünsiyyət qurur, nə bilim, ümumiyyətlə, deyirik ki, məktəbin özü ilə əməkdaşlıqdırsa, bu hüquq yox, içərisində olan canlı şəxslərlə bu, deyək ki, vəzifə. Daha sonra, ixtisasını artırmaq, yeni, məsəl üçün, ixtisası ilə əlaqədar olaraq inovativ layihələrdə iştirak etmək? İxtisasını artırırsa da bu mənim hüququmdur. İxtisasını, bax, öz ixtisasını. Deyək ki, texnologiya müəllimisiz, hər hansısa bir texnologiyaya aid kurslara gedirsiniz. Yəni, öz ixtisasınızın üzərində işləyirsiniz. Vəzifəmdir. Bəli, vəzifə. Bax, deyirəm ki, ixtisası dəyişmək, yeni staj keçmək. Bu hüquqdur. Bax, bu hüquqdur. Bu gün istəyirsiniz, müəllim işləyirsiniz, bəlkə 5 il sonra direktor işləyəcəksiniz. Kim bilir? Yəni, bu sizin özünüzün, yəni hüququnuzdur, seçiminizdir. Daha sonra, nə qaldı? Şərəf və ləyaqəti də soruşum. Şərəf nə zaman? Məsələn, şərəf, ləyaqət nə zaman, hüquq nə zaman vəzifə hesab olunur? Məsələn, qarşı tərəfin mənə hörmət etməsi, bu mənim hüququmdur. Bəli. Mən yəni bunu tələb eləməliyəm ki, yəni mənə də hörmət olunmalıdır. Vəzifədəki, yəni ki, müəllim kollektivimizi, yəni hər bir şeyimizi də, yəni şərəfli ləyaqətli tutmaq, yanaşmaq, bu mənim vəzifəmdir. Məsəl üçün, digər insanlarına qarşı etik davranış qaydalarını nümayiş etdirirsə, bu bizim vəzifəmizdir. Lakin, məsəl üçün, kimsə məsələn, haqqımızı, hüququmuzu pozarsa, bəli, bunu tələb etmək də bizim hüququmuzdur. Mükafatlandırmaq, tərtib olunmaq kimə aid idi? Müəllimə aid idi, təhsil verənə. Nə idi? Hüququ vəzifəsi? Vəzifəsidir. Bax, mükafatlandırmaq tərtib olunub. Bax, inşallah 51 plus yığacaqsınız. Sizin də nəyiniz? Kimsə bir müəllimə eləməyi, elə bilirəm biz şagird eləməyi deyirsiniz. Yox, ümumiyyətlə, bax, mükafatlandırmaq tərtib olunmaq. Yəni, dövlət tərəfindən söhbət gedir. Bu hüquqdur da. İnşallah 51 plus keçəcək Allahın izni ilə. Məsələn, sizin də hüququnuz çatacaq ki, deyəcəksiniz ki, mənim də 35%-ə salın.
Ha, bu da Hünəriniz varsa almayın. və İnşallah. Daha sonra övladını vətənpərvər ruhda yetişdirmək vəzifəmizdir. bəli, bu vəzifə hesab olunacaq. Sonuncu olaraq fasiləsiz təhsil almaq fasiləsiz təhsil almaq hüququmdur. kimin hüququ olacaq? Şagirdlərin. Şagirdin hüququ hesab olunacaq. Çox sağ olun. Siz də sağ olun məndən. Murad Dilber müəllimə buradaydınız. Buradasınız. Buyurun. Müəllimə buradayım, axşamınız xeyir. Axşamınız xeyir olsun. Mənə deyin görüm, özünü təhsil yolu ilə biliklərə yiyələnmək nə idi? Hüquq vəzifə. Özümü təhsil yolu ilə Söhbət hesab edin. Fikrim hüquq vəzifədə qaldı. Özünü təhsil yolu ilə biliklərə yiyələnmək təhsilin hansı formasındaydı? Özümü təhsil yolu ilə biliklərə yiyələnmək əyani təhsildir mənim. Təhsilin forması. Bax, formal, informal, qeyri-formal. Bax, bunlardan hansında deyirdi ki, özünü təhsil yolu ilə biliklərə yiyələnmək Bu informaldır. İnformaldaydı. Hansındaydı deyirdi ki, müxtəlif kurslarda, dərnəklərdə əldə edilən bilik bacarıqdır. Sonda dövlət tərəfindən sənəd verilmir. Bu qeyri-formal təhsildir. Bəs formal təhsil nə idi? Formal təhsildə də dövlət sənədinin verilməsi ilə başa çatan təhsil formasıdır. Verilməsidir. Hansı təhsil alma formasıdır ki, deyirəm, bu təhsil alma formasına görə şagird hər hansı bir müəyyən müddət keçir, məsələn, təhsil ala bilmir, artıq böyüyür, yəni bir neçə müddətdən sonra gəlir, imtahan verir, sənədini alır, gedir. Sərbəst təhsil formasına ekstern. Bu sərbəst təhsilin bir yanı da var idi. Bir yanı, hər ikisində imtahan var idi. Bax, birində imtahan verib sənədini alıb gedir, Allah şinavand eləsin. Bir tərəfi necə idi bəs? Bir tərəfində də vaxtından əvvəl təhsilini tez bitirməsidir, səhv eləmirəmsə. Bir növ o vaxt biz deyirik ki, biz bir sinifdən digər sinifə hoppanmaq. Bəli, bəli. Baxın, uşaq da 3-cü sinifdə oxuyur, o qədər biliyə bacarığa malikdir ki, məsələn, 4-cü sinifə həmin şagird oxumur. Keçir oxuyur, məsələn, 5-ci sinifdə birdən. Bəli, bu olur, yəni səviyyə vaxtından əvvəl bitirmək. Daha sonra nə qaldı soruşmadığımız burada? Fərdi təhsil nə idi? Fərdi təhsil müəllimə, bu da yenə müxtəlif səbəblərdən təhsildən uzaqda qalan şəxslərə aiddir, bir də xüsusi istedadı olan şəxslərə aiddir bu. Əlaçı. Bəs evdə təhsil nədir? Evdə təhsildə sağlamlıq vəziyyətinə görə məktəbə gələ bilməyən şagirdlər üçün təhsildir. Bəs hansı təhsil alma formasıdır ki, deyirəm ki, 21 gündən artıq, məsələn, xəstəxana şəraitində təhsil formasıdır. 21 gündən artıq xəstəxana şəraitində qaldıqda həmin xəstəxanaya yaxın məktəbdən müəllimlər təyin edilir və artıq bu stasionar təhsil sağlanır. Aid ediləcək bu hüquqdur, vəzifədir və kimin hüququ, kimin vəzifəsi? Deyirəm, evladın vətənpərvər ruhda böyütmək. Valideynin vəzifəsidir. Fasiləsiz şəkildə təhsil almaq. Təhsil alanın vəzifəsidir. Bax, vəzifəsidir, yoxsa hüququdur. Ümumiyyətlə, biz şagirdə deyə bilərik, bu məktəbdə təhsil almaq. Fasiləsiz şəkildə deyir, təhsil almaq. Fasiləsiz şəkildə təhsil almaq məcburiyyətində deməli, 9-cu sinifə qədər təhsil almalı deyil. Yox, fasiləsiz. Elə yanaşmayacaq. Bax, fasiləsiz şəkildə təhsil almaq. Hər bir şagirdin hüququdur ki, məsəl üçün, fasiləsiz şəkildə təhsil almış olsun. Məsəl üçün, heç kəs ona deyə bilmədi ki, bu məktəbdə təhsil alma. Deyəcək, mənim hüququmdur ki, mən bu məktəbdə, məsələn, 9 il heç olmasa oxumalıyım. Bildim, mən başa düşdüm. Bu, hüquq hesab olunur. Hansı idi ki, deyirəm ki, cəmiyyətin, devlətin, özünün qarşısında məsuliyyətini dərk etmək kimə aid edilir bu? Bu, hər üçünə də aiddir, hər üçü üçün vəzifədir deməli. Hər üçünün Cəmiyyətin, devlətin, özünün qarşısında məsuliyyətini dərk etmək. Məsələn, bax, bugün bilir ki, mən dərslərimi oxumalıyam ki, məsələn, bu təhsil alanın vəzifəsidir. Bəli, məsələn, bilir ki, mən bugün dərslərimi oxumalıyam ki, məsəl üçün, sabah müəllimə cavab verəcəm, bir bacarıq əldə etməliyəm ki, məsələn, cəmiyyətə yararlı bir şəxs kimi yetişəm, dövlətimə yararlı.
yetişəm. Yəni bunlar hamısı onun vəzifəsidir. Deyir ki, cəmiyyətində, dövlətin, ümumiyyətlə özünün qarşısında məsuliyyətini dərk etmək vəzifə hesab olunur. Şimdi müraqiqlə qarışıq saat bilməm, ona görə edəcəm. Bunu kompüterimə zayıflığa qoşun. Daha sonra siz mənə deyin görün. Burada hansındaydı ki, deyirdi ki, məsəl üçün, sağlam həyat tərzi keçirmək, bilik bacarığa yiyələnmək. Təhsil alanlara aid idi. Bu təhsil alanların hüquqları. Bax, sağlam həyat tərzi keçirmək, biliyə bacarığa yiyələnmək. Şagirdin elə bir hüququ, yəni reallığı deməyək də, indi nə yazılıb onu deyək. Hüququ varmı ki, dərsin oxumamış məktəbə gəlsin? Desin, mən oxumuram, nə sərf edir? Bu vəzifə hesab olunur. Daha sonra Reallıqla təzad təşkil edib adam qarışdırır. deyirəm də, reallığı kənara qoyaq. Hansı, kimə aid edilir? Deyirəm, attestasiyadan, yəni sertifikasiyadan, attestasiyadan keçmək. Bu təhsil verənlərin vəzifəsidir. Bəli, təhsil verənin vəzifəsi. Bizim elə bir hüququmuz yoxdur ki, deyək ki, keçmirik, yəni o zaman çıxarıb atarlar işdən, qalarıq belə. Daha sonra, əməkdaşlıq nə zaman hüquq, nə zaman vəzifə hesab olunur? Əməkdaşlıq hər üçündə də vəzifədir, amma valideyndə müəssisə ilə əməkdaşlıq hüquqdur, müəssisə kollektivi ilə əməkdaşlıq vəzifədir. Bəli, əlaç. Bəli, müəssisə ilə əməkdaşlıq ediriksə, bu bizim hüququmuz. Lakin, müəssisə kollektivi ilə əgər əməkdaşlıq olmuşsa, bu vəzifədir. deyirəm, ixtisasını artırmaq, innovasiyalardan keçmək. Məsələn, öz ixtisasınızın üzərində çalışırsınız, yeni bilik bacarıqlar əldə edirsiniz. Bu sizin nəyinizdir? İxtisas artırmaq, yeni bilik bacarıq əldə etmək. Bax, öz ixtisasınızdır. Bax, deyək ki, kimyada səhv eləmirəmsə sizdə. Aha, məsələn, bax, kimyaya aid hər hansı bir eşidirsiniz ki, məsəl üçün, hansısa bir webinar keçirilir, yəni hər hansı bir nələrsə keçirilir, yəni, nə bilim, deyək ki, kurslarda gedirsiniz, nə bilim, bilik bacarıqlar əldə etmiş olursunuz. Onları biraz qarışdırıram, çünki ikisində də oxumuşam, ikisində də ortaq məxrəc olaraq eynisinə gəlir çıxır deyə. Həm ixtisas Bir var ki, aha, bax, bir var ki, Dilbər mənim, yeni ixtisas dəyişirsiniz, bax, yeni staj keçirsiniz, bu nə olacaq? Hüququmuz olacaq. Hüquq olacaq. Bir də var ki, öz ixtisasınızın üzərində çalışıb yeni bilik bacarıq. Aha, bax, innovativ, deyək ki, layihələrdə iştirak edirsiniz öz ixtisasınıza görə. Nə bilim, beynəlxalq yarışmalarda iştirak edirsiniz. Yəni, bu artıq sizin vəzifənizdir də, çünki ixtisasınızın üzərində çalışıb yeni bilik bacarıq əldə etmiş olursunuz. Sayıləmən sizə bu düşməyəcək, siz miksiz. Axşam öz dərsinizə qatılarsınız istəyirsiniz. Daha sonra Dilbər müəllimə, deməli, burada nə qaldı soruşmadığımız, nizamnamənin tələblərinə riayət etmək kimə aid idi? Nizamnamənin tələblərinə riayət etmək təhsil alanları. Aha, təhsil alanın nə idi bəs? Təhsil alanların vəzifəsidir. Aha, bəs digərlərinin vəzifəsi deyil, nizamnamənin tələbləri. Onların da vəzifəsidir. Onların da vəzifəsi hesab edilmiş olur. Yəni, hər üçündə vəzifədir. Ödənişsiz psixoloji yardım almaq? Bu, təhsil alanların hüququdur. Bəli, hüququdur ki, məsələn, məktəbdə olan psixoloqlardan hər hansısa bir, deyək ki, problemi varsa, ödənişsiz şəkildə ondan yardım almış olsun. Ona görə deyir ki, fasiləsiz təhsil almaqdır, psixoloqdan yardım almaqdır. Yəni, bunlar hamısı onun hüququ hesab olunur. Daha sonra şərəf və ləyaqəti də deyək. Şərəf və ləyaqət özünə görə tələb eləmək hər üçündə də onların hüququdur. Amma misal üçün, təhsil verənin təhsil alanın şərəf və ləyaqətinə, kollektivin şərəf və ləyaqətinə toxunmaması bu artıq onun vəzifəsidir. Eləcə də təhsil alanın da məktəbin pedaqoji heyətinə qarşı, müəllimə qarşı, yəni şərəf və ləyaqətini, etik davranışlarını qorumağı, yəni o sərhəddə saxlamaq onun vəzifəsidir. Yanaşıramsa, bu mənim vəzifəm, tələb edirəmsə artıq hüquq hesab olur.
Çox sağ olun Dilbər müəllimə. Müəllimə sizə sağ olun. Burada admin yazılıb. Hansı müəllimimiz idi o? Səbinə müəllimə siz idiniz, səhv eləmirəmsə. Bəli, bəli. Sertifikasiya mən bilən. Deməli, siz mənə deyin görün, təhsilin formaları hansılar idi? Çox sağ olun Dilbər müəllim. Deyim, mən amma çox da yaxşı oxumamışam. O arada çaşa bilərəm. Eybi yoxdur, çaşarsız düzəldər. Formal, informal, qeyri-formal. Bax, bunlardan hansındaydı deyirdi ki, özünü təhsil yolu ilə biliklərə yiyələnmək. İnformal. Hansındaydı deyirdi ki, müxtəlif kurslarda, dərnəklərdə alır. Qeyri-formal. Bəli, dövlət sənədini verilmir. Bəs formalda necə? Formalda ümumi təhsil məktəblərində dövlət sənədinin verilməsi ilə başa çatır da. Əlaçı. Bu hansı təhsil alma formasıdır ki, deyirəm bu təhsil alma formasına görə məsələn, hansı bir səbəbdən müəyyən müddət kənarda qalır. Daha sonra isə gedir, məsəl üçün, sərbəst şəkildə girir, imtahanını verir, sənədini alır, gedir. Digər hissəsi də belədir ki, səviyyəni vaxtından əvvəl bitirmək. Sərbəstdir burada. Sərbəst özü dərsdən nə isə görə əgər məktəbdən kənar qalıbsa, özü hazırlaşır, gəlir imtahan verir, sənədini alır və yaxud da ki, bir il tez qurtarma imkanı var da. Bəli, bu səviyyəni vaxtından əvvəl bitirmək və bunlar hamısı aid ediləcək eksternal sərbəst təhsilə. Evdə təhsil nə idi? Evdə təhsil sağlamlığı məhdud olan uşaqlar üçün keçirilən təhsildir. Bəli. Bəs stasionar təhsil? Stansiyada isə xəstəxanada gün bir gündən artıq müalicə olan şagird üçün keçirilən təhsildir. Daha sonra fərdi təhsil necə idi? Fərdi təhsildə iki cür ola bilər. Hansısa səbəbdən, yəni sinif şagirdlərindən geri qalanlar üçün və yaxud da ki, fitri istedadlı olan şagirdlər üçün. Bəli, əlaç. Daha sonra siz mənə deyin görün, bəs distant təhsil nədir? Distantda onlayn təhsildir. Daha deyəm, məsələn, biz indi distant təhsilik. Məkanlarımız ayrıdır, amma dərs təhsilimiz rəsmində keçirir. Daha sonra siz mənə deyin görün, bu hüquq olacaq yoxsa vəzifəsi? Deyirəm ki, bu kimin hüquq vəzifəsindən söhbət gedir? Sağlam həyat tərzi keçirmək? Şagirdin. Bəli, şagirdin nə olacaq? Bu yoxsa vəzifəsi? Vəzifəsidir da deyəsən. Vəzifəsidir. Bayaqlarda dedim, məsələn, 18 yaşı olmadan adicə, məsələn, yeni yetmə uşaqlar pis vərdişlərdən uzaq durmaq, ətraflardan uzaq durmaq. Bəli, bax, pis vərdişlə məşğul olursa, əgər onu görürlərsə, tutub aparırlar polis şöbəsinə ki, yəni olmaz, öz canına Onun vəzifəsidir özünü qorumaq, öz təhsili ilə maraqlanmaq. Bəli, əlaç. Övladı üçün, deyək ki, icbari təhsil almasını təmin etmək valideynin hüququdur. Vəzifəsidir. Vəzifəsidir. Övladı üçün təlim-tərbiyə müəssisəsi seçmək desəm? O da valideynin öz vəzifəsidir. Hansı məktəb istəsə seçə bilər. Bu vəzifə olacaq, yoxsa hüquq olacaq? Bax, istədiyim məktəbdə övladımı oxuta bilərəm. Bu hüquq olacaq. Hansında deyirdim ki, fikirlərini sərbəst şəkildə ifadə etmək kimə aid edilir? Fikirlər isə şagirdə. Şagirdin nəyə olacaq? Fikirlərini, hüququdda, sərbəst şəkildə fikirlərini deyir. Qədər bax, görürsünüz, artıq şagirdlərin qarşısında almaq mümkün deyil. Bəli, nə şagird, nə valideyni. Elədir. İxtisasını artırmaq, innovasiyalardan keçmək? O müəllimin vəzifəsidir. Müəllimin vəzifəsidir. Daha sonra nə qaldı? Bəs desəm ki, yeni, məsəl üçün, ixtisas keçmək. Artıq onun hüququ da istəyər. İxtisasını dəyişirsə, bunun hüququ hesab olunur. Artırmaq da olar. Məsəl üçün, deyək ki, yeni staj keçirdi. Məsələn, bu gün müəllim işləyirsiniz, bir neçə il sonra, məsələn, bəlkə başqa bir şey olacaqsınız. Yəni, belə. Daha sonra mükafatlandırmaq, tərtib olunmaq kimi aid idi. Bu, həm şagirdə, həm müəllimə. Mükafatlandırmaq, tərtib olunmaq. Müəllimə. Müəllimin nə olacaq? Mükafatlandırmaq, hüququ da. Bəli, müəllimin hüququ hesab olunur. Mən həmişə onlar qarşıdır.
Əxlaqi normalara riayət etmək əslində asandır təhsil qanunu. Pedaqoji müəllimə aiddir da. Bəli, müəllimin nə olacaq əxlaqi normalara riayət etmək? Onun vəzifəsi olmalıdır da. Bəli. Tədrisin forma və metodunu sərbəst seçmək O da müəllimin vəzifəsidir, hüququdur. hüququdur. Bəli, məsəl üçün istədiyiniz kimi öz 45 dəqiqənizi Dərs keçirir. seçə bilərsiniz. Heç kəs sizə deyə bilməz ki, məsəl üçün bu metoddan yox, bu birisi metoddan istifadə edir. Nə bilim, bu üsuldan yox, digər üsuldan istifadə edir. Yəni bu sizin özünüzün hüququnuz hesab edilmiş olur. Daha sonra nə qaldı soruşmadığım, deməli cəmiyyətin, dövlətin özünün qarşısında məsuliyyətini dərk etmək O müəllimin vəzifəsidir. müəllimin yoxsa Necə bir də deyərdiniz? dövlətin, cəmiyyətin özünün qarşısında məsuliyyətini dərk etmək. Şagirdin. Aha, bəli, şagirdin vəzifəsi hesab olur. Ödənişsiz yardım almağı da soruşdum, bunları da soruşdum. Əsas məsələ sonlarına baxın da, görün, hər hansısa bir seçimdirsə, bu hüquqdur. Yox, əgər, məsəl üçün, borc kimidirsə, məsələn, bax, deyək ki, sağlam həyat tərzi keçirmək. Bir növ borcdur da, yəni biz öz sağlamlığımızın qayğısına qalmalıyıq. Biliyə bacarığa yiyələnmək. Yəni, bunlar hamısı vəzifə hesab olunur. Bir də müəllimə sizə bir sual atmışdım. Ona vaxt edib baxa bildiniz. Tam kitabından. Yazacağım sizə. Gözücü baxdım, işim var idi deyə qaldım. Deyirə biləm ki, tam deyirə biləm səhvlər var. Ola bilər də, onlar, baxmayın, görün nə boyda kitabdır, çıxarırlar. Ola bilər. Baxıb indi yazıb atarız. Belə çox sağ olun. Yox, müəllimə, siz sağ olun. Keçək digər müəllimizə. Kimlər qaldı sual cavab etmədim? Laura müəllimə siz qalmısınız? Mən biləm. Siz mənə edə bilərsiniz. Aha, edək Ülkər müəllim. Deyim mənə görüm, təhsilin formaları hansılar idi? Formal, informal, informal. İşbazanlıq etdim, bax özün gəldin ki, müəllimə, mənə sual cavab elə. Gör kim olar eləyəcəkdim də. Bilirəm, bir dərsi mən prosta biraz çətinlik çəkirəm. Həmişə çətinlik çəkirəm mən. Sual cavabda yavaş-yavaş bilirsən də nədən söhbət gedir. Hansı təhsil forması idi ki, özünü təhsil yolu ilə bilgilərə yiyələnmək deyirəm? İnformal. Aha, əladır. Deyirəm, müxtəlif kurslarda, dərnəklərdə, fərdi məşğələlər, sondan bəs formalı necə idi dedik, necə olur? Formalda dövlət tərəfindən verilən sənəddir. Əla. Ülkər müəllimə, siz mənə deyin görüm, burada hansı təhsil alma formasından söhbət gedir ki, deyirəm ki, müəyyən müddət kənarda qalan şəxs gəlir, imtahan verir, sənədini alır, gedir. Digər hissəsi də belədir ki, səviyyəni vaxtından əvvəl bitirmək. Məsələn, 3-cü sinifdə oxuyur, bilik bacarıq 5-ci sinif səviyyəsindədir. Bax, təhsil alma formalarından hansı olacaq bu? İnformal. Təhsil almanı deyirəm. Bax, sərbəst forma. Sərbəst forma. Sərbəst. Bax, sərbəstdir. Fərdi təhsil necə idi bəs? Fərdi təhsildə. Burada da kənarda qalırdı. Şagird özü üçün edirdi də, yəni fərdi formada. Gəlir, fərdi şəkildə fərdlər ona tədris olunur uzun müddətdən sonra və bir də fitri istedadı ilə fərqlənir. Niyə bacarığa sahib olur? Hansı təhsil alma forması idi? Deyirəm, 21 gündən artıq xəstəxana şəraitində qaldıqda stasionar təhsil, evdə təhsil. Evdə təhsil nə idi bəs? Xəstəliyə görə məhdud olan idi da, müəllimə. Sağlamlıq imkanları məhdud olan şagirdlər, bəli, məktəbdə məsələn gedib təhsil ala bilmirlər, onlar üçün evdə təhsilə cəlb olunurlar. Məsələn, müəllimlər müəyyən həftənin günlərində gedir onlara, evdə həmin proqramı mənimsətmiş olur. Daha sonra siz mənə deyin görün, bəs bu hansı
təhsil alma formasıdır ki, deyirəm ki, müntəzəm olaraq dərsə gedilmir, lakin bu təhsil alma formasında əsasən istifadə olunur universitetlərdə və yaxud da ki, kolleclərdə, texnikumlar. Qiyabi təhsil. Bu qiyabi təhsil adlanır. Burada hüquq vəzifəyə keçir. Hansının hüquq vəzifəsi hesab olunur? Deyirəm, sağlam həyat tərzi keçirmək, Şagirdin vəzifəsidir. biliyə bacarığa yiyələnmək, Şagirdin vəzifəsidir. Allahçı, nizamnamənin tələblərinə riayət etmək, Şagirdin vəzifəsidir. digərlərini bizim vəzifəmiz var ki, məsələn, istədiyiniz kimi geyinək gedək məktəbə. Bizdə də vəzifəmizdir, yəni borcumuzdur. İxtisasını artırmaq, innovasiyalardan keçmək, Müəllimin vəzifəsidir. bəli, mükafatlandırmaq, tərtib olunmaq, Müəllimin hüququdur. sertifikasiyadan, attestasiyadan keçmək desən, Vəzifəsidir o. Hamımızın borcudur. hesab olunur. Daha sonra övladı üçün icbari, yəni ümumi orta icbari təhsil almasına təmin etmək, Valideynin hüququdur. Yox, vəzifəsi. vəzifəsidir. Bəs desəm ki, məsəl üçün, övladını vətənpərvər ruhda yetişdirmək necə idi? Müəllimin vəzifəsidir. Evladını deyirəm, evladını. Valideynin vəzifəsidir. Dinin vəzifəsi. Dövlətin, cəmiyyətin özünün qarşısında məsuliyyətini dərk etmək, Şagirdin vəzifəsidir. yəni, əlaçı. Daha sonra fasiləsiz təhsil almaq, Fasiləsiz təhsil almaq şagirdin vəzifəsidir. bax, fasiləsiz təhsil almaq. Demirəm, biliyə bacarığa yiyələnmək. Deyirəm ki, bax, fasiləsiz təhsil almaq. Şagirdin hüququ çatır ki, fasiləsiz şəkildə gəlib gedə, təhsil ala. Yəni, heç kəs ona deyə bilməz ki, gəlmə məktəbə. Məsələn, hirsləndirir şagirdlər bizi hərdən. Məsələn, deyə bilmərik ki, gəlmə məktəbə, təhsil alma. Bu onun hüququ hesab olunur. Belə, çox sağ olun. Ülkəmdən. Mən öyrənmişsiniz siz. Sağ olun, axşamınız xeyir olsun. Sizin bir-iki müəllimimiz qaldı. Mən sual cavab edim, sonra sizə Yox, mən yaxşı baxmamışam. Niyə? Yaxşı baxmamışam. Mən biraz başım qarşılıydı. Daha doğrusu evdə yox idim. Yaxşı. Gələn dərsə baxarsınız, öz qrupunuzda sual cavab edin. Deməli, yaxşı. Müəllimə buyurun, zəhmət olmasa. Sağ olun. Sağ olun, hər vaxtınız xeyir olsun. Təhsilin formaları hansılar idi dedik? Formal, qeyri-formal, informal. Aha, qeyri-formal nədir? Qeyri-formal, yəni kurslarda, dərnəklərdən, fərdi məşğələlərdən təhsil almadı. Yəni bu arada sənəd verilmiş. Aha, bəs informal? Informalda müstəqil şəkildə təhsil almadı. Yəni özünün təhsil alma formasıdır. Özü oturur, sərbəst şəkildə hazırlaşır. Digəri bəs qeyri-formalda dedi, informal, formal. İndi bəs formal nədir? Formalda müəyyən təhsildə dövlət sənədi verilir də, hər hansı bir Bəli. Əla. Daha sonra siz mənə deyin görün, biz sizinlə burada təhsil alma formalarını keçmişik. Onlar haradadır? əyani qiyabi, distant, sərbəst, stasionar, sonra stasionar, bir də fərdi. Aha, fərdi. Bax, bu fərdi təhsil necə idi? Elə bir sağlamlığa məhdudiyyət olan şagirdlərin üçündür bu. Yəni müəyyən vaxtda müəllimlər təyin olunur, onlar evdə gedib təhsil verilir. Aha, əlaç. Daha sonra, bəs deməli, fərqini dediniz, yoxsa evdə təhsili soruşdum sizdən? Elə bir siz dediyiniz evdə təhsil idi. Elə bir. Evdə təhsil idi. Fərdi təhsil necə idi bəs? Burada da elə bir xüsusi istedadı olan şagirdlər idi. Yəni təhsil cəlb olunmayanlar idi.
Bir də hansı bir səbəbdən geridə təhsildən kənarda qalan şagirdlər idi, bunlar idi da. Bəli. Daha sonra, yəni deyirdik ki, müxtəlif səbəbdən təhsildən geri qalır, gəlir fərqli şəkildə təhsil alır. Bir yəni hissəsi də belə idi ki, bir tərəfdə belə idi ki, bütün istedadı ilə fərqlənir. Hansısa bir fən ona ayrıcalıqda tədris edilmiş olur. Məsəl üçün, ola bilər ki, riyazi bacarığı güclü ola bilər, təbiətdən, məsəl üçün, deyək ki, biologiyadan, kimyadan fərq etmir. Hər hansı fənnə aid edilir bu. Bəs eksternat təhsil alma forması nədir bəs? Burada da iki yolla idi. Birinci, müxtəlif səbəbdən kənarda qalan şagirdlər idi. İkinci də vaxtından əvvəl bitirməsi. Aha, bəli, müəllimlə əməkdaşlıq ediriksə, yəni müəllimlə, rəhbərliklə bu bizim nəyimiz olur? Vəzifəmiz. Lakin müəssisənin özü ilə əməkdaşlıq ediriksə, hüququm. Tərəf və ləyaqəti nə zaman dedik ki, hüquq nə zaman vəzifə hesab olunur? Şərəf və ləyaqətimə ümumiyyətlə mənim şərəf və ləyaqətimə hörmət etmək şəxslərin hüququdur. Yəni mənim Tələb edirsinizsə, bu sizin hüququnuzdursa, bax burada indi bir-birimizlə yanaşırıqsa, artıq bu bizim vəzifəmizdir. Tədrisin forma və metodlarını seçmək nəyiniz hesab olunacaq Aytən müəllim? Hüququnuz yoxsa vəzifəniz? forma vəzifəmdir. Bax, deyək ki, istədiyiniz formada, metodlardan istifadə edərək dərsinizi keçirsiniz. Yəni, kimsə sizə O gəldi, mənim hüququmdur. bu sizin hüququnuzdur. Heç kəs gəlib sizə deyə bilməz ki, Aytən müəllim, bu metoddan nə istifadə edirsiniz? Yəni, bu metod yaxşı deyil, nə bilim, digər metoddan istifadə edib, bu olmaz. Daha sonra, deməli, fikirlərini sərbəst ifadə etmək kimdir? Fikirlərini sərbəst ifadə etmək şagirdlərə aid idi. Onların hüququ. Bəli, hüququ. Daha sonra, sonuncu olaraq da sual verim ki, ixtisasını demək ki, artırmaq deyək, innovasiyalardan keçmək, layihələrdə iştirak etmək ixtisası. Mənim hüququmdur. Öz ixtisası. Öz ixtisasımı artırmaq vəzifəmdir. Bəli. Bax, deyək ki, idmana aid hər hansısa bir yarışlara qatılırsınız, nə bilim, seminarlara qatılırsınız. Yəni, bu artıq sizin vəzifəniz hesab olunur ki, öz ixtisasınızın üzərində işləyirsiniz. Lakin yeni bir ixtisas əldə etmiş olsanız, yeni staj keçsəz, yəni deyək ki, bu gün müəllim işləyirsiniz, 5 il sonra direktor işləyirsiniz, nə bilim, 5 il sonra başqa bir vəzifədə çalışırsınız, nə bilim, yəni bu artıq sizin hüququnuz hesab olunur. Lakin öz ixtisasınızın üzərində işləsəz, öz ixtisasınıza uyğun layihələrdə, innovativ layihələrdə iştirak etsəz, bu artıq vəzifədir. Çünki ixtisasımız olsa biz buna yiyələnmişik və bunun üzərində çalışmalıyıq. Müəllimə, Nərmin müəllimə Oxumamışdım, amma buradan yəni heç baxmamışdım bir dəfə də olsun. İndi testlər belədir də, məsələn, sual-cavabda da görürük ki, müəllimlər götürə bilir və həm də sonuna fikir vermək lazımdır. Səsdə də demişdim ki, sonuna fikir verin. Əgər, məsələn, borc kimi yanaşılırsa bu vəzifədir, seçim verirsə, seçim sunulursa bu... Müəllimə, həm də siz dediniz evə heç nə vermirəm, ona görə də qrupa baxmamışdım ümumiyyətlə. Evə heç nə vermədim, sadəcə dedim ki, bir dənə təhsil qanununu verim, heç olmasa müəllimləri ilə aradan çıxaraq da. Mən yəni buradan nə öyrəndim, sağ olsun, sizin sayənizdə, müəllimlərin sayəsində öyrəndim. Olsun. Nərmin müəllimə sual cavab edim, yoxsa? Müəlliməyə Yaxşı, təhsil formaları hansıdır? 3 formadaydı. Qeyri-formal, informal. Formal təhsil nə idi? Sizə bir yarım saat gec başlayacağım dərsi, ola bilər. Nə ola bilər müəllimə? Eybi yoxdur. Formal o idi ki, dövlət sənədi ilə başa çatırdı da müəllimə, dövlət verirdi.
dərnəklərindədir. Qeyri-formal dərslərdə, dərnəklərdə idi. Belə sertifikat falan verilir, onlar idi. İnformaldakı o özünün təhsilidir də. Bəli, özün təhsil oluyor, birliklərə yiyələnmək. Hansı təhsil alma formasıdır ki, yəni bu təhsil alma formasına görə şagird, məsəl üçün, müxtəlif səbəblərdən təhsildən kənar qalır. Bir neçə müddət gəlir, imtahan verir, sənədin alır, gedir. Digər tərəf, məsələn, səviyyəni vaxtından əvvəl bitirir. Bilik bacarıq cəhətdən yüksək olduğu üçün bir sinif qatlayır. Bu eksternant idi. Bəli. Hansı idi ki, deyildi ki, sağlamlıq imkanları məhdud olan şagirdlərə hər hansısa bir müəllim tərəfindən təhsil, yəni həmin təhsil proqramı evdə mənimsədilirdi. Stasionar müəllim. Evdə nə olacaq? Əgər evdə gedirsə, evdə təhsil. Evdə təhsil. Stasionar təhsil nə idi? Deyin görün. Stasionar necə 21 gündən artıq xəstəxanada qalırsa, onda olurdu da şagirdlərə verilir, təhsil verilir, fərdi təhsil verilir. Bu hansı təhsil alma formasıdır ki, deyirəm ki, bu təhsil alma formasına görə şagird fitri istedadı ilə fərqlənir və bir də fərdi olaraq bütün fənlər ona fərdi şəkildə keçirilmiş olur. Mükafatlandırmaq tərtib olunmaq nəyiniz hesab olunacaq? Hüququnuz yoxsa hüququnuz. Təhsil proqramını mənimsətmək və vəzifəmiz sağlam həyat tərzi keçirmək kimə aid idi? Şagirdlərin hüququydu. Belə bir hüquq məsələn, pis vərdişlərə vəzifəsi. Biliyə bacarığa yiyələnmək şagirdlərin hüququydu da. İndiki şagirdlərin lap hüququdur. Rəyləri istəyir. Vəzifəsi. Vəzifə deyəcəkdim, qarışdırdım. Daha biliyə bacarığa yiyələnmək. Onun da vəzifəsi hesab olunur da. Yəni, borcudur ki, oxuduğu müddətdə bilik bacarığı əldə etmiş olsun. Belə, indiki zamanda amma düzgün hüquqları da çatır. Evladı üçün təlim-tərbiyə müəssisəsi seçmək valideynin hüququdur da. Hüququdur. Səhvdə bitirəcəmsən. Əməkdaşlıq nə zaman hüquq, nə zaman vəzifə hesab olunur? Müəssisə ilə işlədikdə müəssisə ilə işlədiyə mənim olur da vəzifə hüquq. Müəssisənin yəni orada olan o necə deyəcək, onlarla işləyəndə vəzifə olurdu da. Bax, sizin əməkdaşlıq edirsə, bu artıq valideynin vəzifəsi hesab olunacaq. Fikirlərini ifadə etmək nə olacaq? Fikirlərini ifadə etmək. Ifadə edilir, sərbəst şəkildə ifadə etməkdən söhbət gedir. Sərbəst. Şagirdlərin hüququdur da. Hüququdur, bəli. Daha sonra deyək ki, ixtisasını dəyişmək, yeni staj keçmək, ixtisasını dəyişmək. Müəllimin vəzifəsidir, hüququdur. Hüququdur. Bəs desəm ki, ixtisasını üzərində işləmək, ixtisasını vəzifəmizdir. Müəllimə vəzifəmizdir. Vəzifə hesab olunacaq. Ödənişsiz psixoloji yardım almaq? Da şagirdlərin idi da. Ümumiyyətlə də həm şagirdlərin yoxsan şeyini də var. Ödənişsiz psixoloji yardım almaq. Şagirdin nəyi hesab olunacaq? Hüququ. Hüququ, bəli, məsələn, ödənişsiz şəkildə, məsələn, gedib psixoloqa müraciət edə bilər. Düzdür, məktəbdə işləyən psixoloqlar ilə də yaxşı psixoloqlar olunur. Evet. Belə. Nə qaldı soruşmadığım, Nərmin müəllimə sizdən mən? Deməli, bunu da deyim mənə görüm. Deməli, deyək ki, cəmiyyətin, dövlətin özünün qarşısında məsuliyyətini dərk etmək? O da hüquqdur da müəllim, vəzifədir. Dərk edir. Bəli, dərk edir də. Məsələn, çünki mən sabahlarım müəllim qarşısına çıxacam. Nə bilim, əldə etmiş olduğum bilik, bacarıq əsasında cəmiyyətdə bir fəal üzvü kimi yetişirəm. Dövlətdə sabah yararlı bir evlad kimi yetişim. Belə.
Nərmin. Məhəmmət heç yaramamışdım. Allah necə öyrətmisinizsə. Yerimdə yazılıb. Çox sıqalım. Allah